Bu videoda sənə öyrədəcəyim şeyi tətbiq etməklə və tətbiq etməmək arasındakı fərq budur. Əgər bu cür çoxaltmaları necə edəcəyini və eyni nəticəni necə əldə edəcəyini öyrənmək istəyirsənsə, mənimlə qal. Çünki bir çox insan başlayır, slamlar hazırlayır, videolarda gördüyünü edir, budağı kəsir, suya və ya torpağa qoyur, qulluq edir, amma günlər, həftələr keçir və bir çox slamlar isə yaramır, ya da demək olar ki, heç biri alınmır. Və bax, o zaman düşünməyə başlayırıq ki, bizdə alınmır, başqalarında alınır, bizdə isə yox. Və bu, istənilən adamı ruhdan sala bilər. Amma problem nə bitkidədir, nə slamdadır, nə də sansdadır. Bu videoda sənə dəqiq olaraq göstərəcəyəm ki, bir slime'in kok atmasında fərq yaradan nədir və bu prosesi necə tətbiq etməklə uğur sansını həqiqətən necə artıra bilərsən. Bax, sənə izah edim. Bir budağı kəsib slam hazırlayanda həmsə eyni şeylər baş verir, baxmayaraq ki, bunlar görünmür. Kəsmə anında dərhal iki problem yaranır və demək olar ki, hamı məhz burada səhv edir. Birincisi susuzlaşmadır. O kəsik acıq qalır və çox sürətlə nəmini itirməyə başlayır. Kökün zolu yasil və sağlam görünsə də, izərdən yavaş-yavaş quruyur. İkinci problem isə qobələklər və bakteriyalarda. O kəsik azıq bidabıdır. Əgər mikroorqanizmlər daxil olarsa, kok qaralmağa, yumsalmağa başlayır və sonda aşağıdan cürüyür. Və məhz burada əksər salamlar itirilir. Məsələ kok çıxara bilməmələrində deyil, sadəcə bu iki ilkin maneəni asa bilmirlər. Düzgün nəmliyi saxlamaq və kəsiyin yoluxmasının qarşısını almaq. Yalnız slam bu mərhələni keçəndə, bitki artıq özünü müdafiə etməyi dayandırır və bildiyi isi görməyə başlayır. Yeni köklər əmələ gətirmək. Ona görə də əsas məsələ kok çıxarmağa məcbur etməkdə deyil, ilk günlərdə kəsiyi yaxşı qorumaqdadır. Və maraqlısı budur ki, bunu çox sadə şeylərlə etmək olar, hə? Ev sarayımda. Heç nəyi qarışdırmazdan əvvəl, gəlin nəyə ehtiyacımız olduğunu görək. Bizə bir ədəd aloe vera yarpağı lazım olacaq, ondan 2 xörək qaşığı pulpa çıxaracağıq, 1 çay qaşığı bal, yarım çay qaşığı uyudulmuş darçın, 1 budaq təzə və ya quru rozmarin və 1 aspirin. Amma diqqət edin, aspirindən çox az istifadə edəcəyik, 5də 1 hissəsi və ya hətta daha az. Və əsas məqamda buradadır. Maraqlı olan siyahı da deyil, hər bir şeyin birləşəndə nə etdiyindədir. Aloe vera hər şeyin əsasını təşkil edir. Əvvəlcə o, kəsiyi nəmləndirir və onun çox tez qurumasının qarşısını alır. Amma əlavə olaraq, aloe bitkiyə vitaminlər və təbii fitohormonlar verir ki, bu da bitkinin kəsikdən yaranan stressdən bərpa olmasına kömək edir. Bu sanki ən çox ehtiyacı olan yerə sakitləşdirici krem çəkmək kimidir. Bal da bizdə çox yaxşı təsir edir. O, yaranın ətrafında yumuşaq bir bariyer yaradır. Tamamilə örtmür, amma göbələk və bakteriyaların daxil olmasını xeyli çətinləşdirir. Sadə bir qoruma usuludur, amma çox təsirlidir. Darçın göbələklərə qarşı böyük bir müttəfiqdir. Möcüzə yaratmır, amma cürmələrin qarşısını xeyli alır ki, bu da stillərdə uğursuzluğun ən çox rast gəlinən səbəblərindən biridir. Rozmarin isə təbii birləşmələr verir ki, bu da kəsik yerinin ətrafını daha təmiz saxlamağa və o ilk çox həssas günlərdə problemlərin qarşısını almağa kömək edir. Aspirinlə bağlı isə burada onun nə üçün istifadə olunduğunu yaxşı başa düşmək lazımdır. O, kok yaratmaq üçün istifadə olunur. Aspirin tərkibində salisilik turşusu var, bu da bitkinin kəsik stressini daha yaxşı idarə etməsinə və müdafiə mexanizmlərini aktivləşdirməsinə kömək edir. Yəni, bitkini heç nəyə məcbur etmir. Sadəcə onun tez zəifləməsinin qarşısını alır. Buna görə də çox az miqdarda istifadə olur. Burada çox əlavə edən yox, bitkini ən yaxşı müsayiət edən qalib gəlir. İndi isə diqqətlə bax, çünki bu pastanı hazırlamağın və ardıcıllığın düzgün olması çox adamın səhv etdiyi yerdir. Və indi gəlin kokləndirici pastamı addım-addım hazırlayaq. Burada isə sakit və tələsmədən görmək, miqdarları düzgün saxlamaq vacibdir. Bir qabda 2 xörək qaşığı aloe vera pulpası qoyacağıq. Əgər yarpaqdan istifadə edirsənsə, 2 xörək qaşığı alınana qədər pulpasını çıxarırsan. Sonra 1 çay qaşığı bal əlavə edirik. Daha sonra yarım çay qaşığı uyudulmuş darçın əlavə edirik. İndi kiçik bir rozmarin budağı götürürük, barmaqlarımızla və ya həvəngdə biraz əzdirik və qaba əlavə edirik. İndi isə aspirinə keçirik və burada çox diqqətli olman lazımdır. Həbi qoturub, kiçik bir bicaqla yavaşca qasıyırıq. Yalnız bicağın ucunda qalan tozdan istifadə edirik. Bu təxminən 5də 1-nə və ya hətta daha azına bərabərdir. Onu qarışqaya əlavə edirik, yaxşıca qarışdırırıq və pasta artıq hazırdır.
O kalın teksturunu əldə etdikdən sonra pasta artıq istifadəyə hazırdır. Və ən yaxşısı odur ki, bu pastanı istənilən kokləndirmə usulunda tətbiq etmək olar. İstər suda, istər torpaqda, istərsə də ənənəvi usulla. Hamısında işləyir. Sadəcə 1-2 sm pastanı kəsik yerinə çəkirsən və bu stili göbələk və bakteriyalardan qoruyur. Bu bitkini kok atmağa məcbur etmir, sadəcə maneələri aradan qaldırır. Üstəlik bu pasta limon, əncir və ya gənc zeytun kimi meyvə ağacları üçün əla işləyir. Və bunu etmək üçün ən yaxşı vaxtlar yay sonu və ya yazın əvvəlləridir. Yəni bitki aktivdir, amma stressdə deyil. Və vacib bir detal, əgər mümkünsə, bunu azalan ay fazasında et. Bu bitkinin enerjisinin koklara yönəlməsinə kömək edir və uğur sansını xeyli artırır. Sonda isə videoya baxdığınız və kanalı dəstəklədiyiniz üçün ürəkdən təşəkkür edirəm. Əgər hər hansı bir sualınız varsa, səhvlərdə yazın, beləliklə hamımız bir-birimizə kömək etmiş olarıq. Gələn videoda görüşərik.